Əgər siz bunları eləmirsinizsə, o zaman heç bir zaman rus dilini öyrənə bilmərsiniz. Nədir o səhvlər? Əgər siz rus dilini öyrənən zamanı söz öyrənmirsinizsə, mətn oxumursunuzsa və qrammatika çalışma etmirsinizsə, o zaman heç bir zaman rus dilini öyrənə bilmərsiniz. İndi isə gəlin daha ətraflı rus dilində edilən səhvlərə baxaq. Birincisi odur ki, mən birinci növbədə onu demək istəyirəm ki, burada göstərdiyim kitablar nümunəvi kitablardır. Mən bunlarla dərs keçdiyim üçün bunlardan nümunə gətirirəm. Bunlar reklam sponsor deyil, yəni bu demək olar ki, pulsuz reklam kimi bir şey olur onlar üçün, amma bu əziyyətimi sadəcə siz dəyərli izləyicilərim və tələbələrim üçün eləyirəm. Yəni bunlar nədir? Hər bir müəllimənin keçdiyi bir metodika və kitablar vardır və mən də ən çox keçməyi özümə rahat gördüyüm kitablar bunlardır. Red Kalinkanın kitablarıdır. Bir də belə bir lüğətdir. Bu mənim üçün çox rahatdır. Nəyə görə? Çünki görürsüz çox balacadır. Bunun böyük normal versiyası da vardı bu böyüklükdə. Amma bununla onun fərqi yoxdur. Demək, əgər siz söz öyrənmirsinizsə, sırf qrammatikaya və ya məsəl üçün kinoya, musiqiyə, çizgi filmə və s. baxaraq rus dilini öyrənməyə çalışırsınızsa, o zaman rus dilini öyrənə bilmərsiniz. Bunu bu qədər əminliklə deyirəm. Çünki indiyə qədər tələbələrimin heç birindən eşitməmişəm ki, desinlər ki, mən lüğət öyrənməmişəm, mətnləri oxumamışam, nağıl oxumamışam və s. və qrammatika öyrənməmişəm, amma rus dilini bilirəm. Yəni illərdir rus dilli ölkələrdə yaşayan tələbələr vardı ki, onlar rus dilini öyrənə bilməyiblər. Soruşanda ki, niyə öyrənə bilmirsiniz? Səbəbini özləri də bilmirlər, amma biz müəllimi olaraq bilirəm ki, rus dilini öyrənmək üçün onun qrammatikasını bilmək lazımdır. Burada gördüyünüz kimi qrammatikaları vardı kitablarda və biz cümlə qurarkən cümlə necə qurulur, sıralaması, predloqu, okonçaniyası, şəkilçisi və s. onlar necə olursa, onları buradan baxırıq və görürük. Məsəl üçün, baxın, nümunəvi bir cümlədir. Nə yazıb bura? Yazıbdır ki, в лесу на дереве сидит ворона. Buradakı məsəl üçün niyə les yox, в лесу? Bu bir qrammatikadır. Həmçinin les nədir? Meşədir. Bu bir lüğətdir. Yəni adi bir qrammatik bir cümləyə baxanda nədir burada? Yəni baxanda bu məktəb dərsi deyil, universitet proqramı deyil, imtahan deyil, adi bir cümlədir. Məsəl üçün siz gedibsiz meşəyə və deyirsiniz ki, hə, məsəl üçün bax bu ağacda, meşədə qarğa vardı. Necə deyəsiz? Bilirsiniz ki, məsəl üçün deyirsiniz sizə lazımdır nə? Meşə sözü, ağac sözü, oturubdur, bir də qarğa sözü. Amma bunları siz birləşdirən zaman sizə çox çətin olur və bilmirsiniz ki, necə eləyəsiz. Onun üçün siz gərək lüğətdən istifadə eləyəsiz və bəlkə də heç bir müəllimənin sizə demədiyi bir şey vardır ki, deyirlər ki, lüğət al. Amma əslində slovar demirlər. Slovar başqadır, razgovornik və ya razgovorni slovar başqadır. Slovar nədir? Lüğət. Lüğət nədir? Baxın, mən sizə ən sadə dillə izah eləməyə çalışıram. Bu demək olar ki, rus dilinin ən önəmli yerləridir ki, bunlarla siz öyrənə bilərsiniz. Məsəl üçün, bax, hansısa bir söz, onun tərcüməsi, hansısa bir söz, onun tərcüməsi və cümlə halında yazmayıb, düzdürmü? Nə okonçaniyası, nə predloqu, nə misal üçün падежи, мужской, женский род, heç bir şey yoxdur. Sadəcə sözlərdir, başqa heç bir şey deyil. Amma mən deyirəm, həm sizlərə, həm də onlayn tələbələrimə, onlayn dərslərimə qoşulan tələbələrimə nə deyirəm? Deyirəm ki, bax bunun kimi razgovornik alın. Razgovornik nədir? Baxın, dəyərli izləyicilər, razgovornik odur ki, cümlələri hazır sizin üçün yazıblar. Okonçaniyasına qədər, predloquna qədər, bayaq sadaladıqlarımın hamısı uca hazırdır. Demək olar ki, sizə hazır bir cümlələri verirlər ki, siz bunu öyrənəsiz və öyrənə-öyrənə də, yəni bunları cümlədə istifadə eləyərək də danışmaq olar. Sırf rus dilində danışan insanlara qulaq asmaqla rus dilini öyrənmək olmaz. Burada adi bir cümlədir. Məsəl üçün, deyirlər ki, siz rus dilində danışırsınızmı? Sizə nə qədər vaxt lazım olacaqdır? Siz sözün biləsiz, danışmaq sözün biləsiz, rusca biləsiz. Sonra buradakı po ilə axırdakı i. Məsəl üçün, var ruski yazıq rus dilidir, amma əgər feil vardısa deyirlər ki, по-русски, yəni rusca. Bu artıq hazır burada yazılıbdır. Yəni bu yenə də deyirəm, bir daha təkrarlayıram. Bu kitabda reklam deyil. Bundan heç biri mənim kitablarım deyillər. Hər biri də satışdadırlar.
Və burada nəyə diqqətinizi çəkməyə çalışıram ki, adi lüğət almayın. Yəni əgər özünüz rus dilini öyrənirsinizsə müəllim yanına getmədən, o zaman özünüz öyrənəndə vaxtınızı boşa harcamayın. Adi lüğətlə öyrənməyin. Orda razgovornik olmalıdır. Azərbaycanla ruski bəzən olur ki, məsəl üçün ruski, azərbaycanski fərqi yoxdur. Yəni ki, lap rus dilinin Azərbaycan dilində olmasın, Azərbaycan dilinin rusunda fərqi yoxdur. Əsas orada burdakı razgovornik olsun. Razgovor danışıqdır. Yəni ki, danışıq rus dili, cümlələr hazır yazılıbdır. Və fikir versiniz, burada da yazıbdır ki, samostoятельное изучение, yəni ki, özünüz öyrənirsiniz. Yəni samostoятельное изучение o deməkdir ki, siz bunu özünüz öyrənirsiniz. Yəni başqa bir müəllimdən və ya başqa birindən kömək almadan öyrənə biləcəyiniz bir vəsaitdir. Fikir verərsiniz, baxın, slovar lüğətdir. Amma razgovornik danışıq kitabı kimi gedir. Fərdi şəkildə öyrənmək üçün vəsait. Çox yaxşı kitablardan biridir. Daha sonra baxaq Redkalinkanın niyə məhz bu kitabından istifadə edirik. Bu kitabında gördüyünüz kimi baxın, adi bir mətndir. Düzdür, heç bir fərqi yoxdur əslində adi nağıllardan. Bir dənə fərqi odur ki, səviyyə-səviyyə bölünübdür. Bax, məsəl üçün, burada yazıb A1, A2, B1, B2. Ola bilər, siz deyə bilərsiniz, mənə bunlar lazım deyil və s. Amma ki, biri sizdən soruşanda ki, rus dilini nə səviyyədə bilirsən, yaxşı bilirsən, pis bilirsən, onu siz yaxşı, pis deyəndə bu tam dəqiq olmur. Çünki əgər yaxşı deyirsinizsə, gərək sizdə B1, B2 olsun. Əgər siz A1-i bilib yaxşı bilirsiniz desəz, o olmayacaqdır. Məsələn, A1 başlanğıcdır, əlifbadır, oxumadır və s. İzahı da burada yazılıbdır və məsəl üçün, baxın, bunun diski də var. Məsələn, mənim tələbələrim niyə Redkalinkadan istifadə edirlər? Çünki diski vardır və diski ilə işləyəndə daha rahat olur. Kimdə ki, diski yoxdur, elə bu kanalda da, yəni Smart Learning-də baxa bilərsiniz, orada hər bir dərsi, yəni burdakı mətnlərin bir çoxunu, hətta bu səhifəni biz bitirmişik. Mən tərcümələrini eləmişəm və səsləndirmələrini də eləmişəm. Hər mətnin yanında səviyyəsi var ki, A1-dir, A2-dir və s. Bir də digər suallardan biri də odur ki, məndən soruşurlar ki, müəllimə, mən bir səviyyədən o birisi səviyyəyə nə qədər müddətə çata bilərəm? Çünki siz deyirsiniz ki, mən A1 səviyyəsindəyəm. Birinci onu bilmək lazımdır ki, həqiqətənmi A1 səviyyəsində bilirsiniz? Elə tələbə vardı ki, A1 səviyyəsinin ortaları deyir, amma əslində heç A1-in lap birinci səviyyəsi, yəni ki, 0 səviyyə. Bizim sınaq dərslərimiz olur, sınaq dərslərimizə qoşula bilərsiniz və həmin sınaq dərslərində səviyyənizi də ölçə bilərsiniz. Həmçinin də rus dilində öyrənə bilərsiniz. Onlayn, evdən çıxmadan, istənilən ölkədən, istənilən yaşdan, hətta 0 səviyyəsində rus dilini bilsəz belə bizimlə rus dilini öyrənə bilərsiniz. Əgər rus dilli bir ölkədə yaşayırsınızsa və ya orada təhsil alırsınızsa və deyirsinizsə mən rus dilini bilmirəm və ya övladlarınız Azərbaycan dilində bilir, rus dilində bilmir və rus bölməsinə gedirlərsə, həm danışıq, həm qrammatika, məktəb proqramı, imtahan, universitet, abituriyent imtahanları, bunların hamısının hazırlığı keçirilir, bizə müraciət eləyə bilərsiniz. Daha sonra qrammatikaya baxaq. Qrammatikada nədir? Bir çox tələbələr qrammatika deyəndə tez başlayırlar deməyə ki, mənə qrammatika lazım deyil, qrammatika olmasın, belə asan izah eləyim və s. Asan izah eləməm üçün elə qrammatika lazımdır. Qrammatika olmasa, siz gərək sözləri əzbərləyəsiniz. Qrammatika nədir? Gəlin birinci ona baxaq. Qrammatika elə yəni belə deyək də, qrammatika qayda kimi gedir. Yəni bizə öyrədir ki, yəni siz əziyyət çəkib bu qədər sözü əzbərləməyin. Bilin ki, həmişə bu sözdə bu şəkilçidir və ya məsələn burada belədir. İndi bir dənə qrammatika tapaq. Məsəl üçün görürsüz, burada feillər vardı. Deyir ki, Rusiya ölkədir, amma desəz ki, harada olacaq v России. Yəni əvvəlinə v predloqu və burada da ii şəkilçisi. Sonra İspaniyada v İspaniya və s. Yəni qrammatika bizim əslində köməkçi bir vasitəmizdir ki, qrammatikanın əsasını biz öyrənə bilirik. Yoxsa biz hardan bilək ki, məsəl üçün İtaliya, Fransa və s. necə deyilir? Məsəl üçün siz deyə bilərsiniz ki, müəllimə, mənə bir dəfə deyin ki, axırda i-dir. Bəli, axırları i olanlar var, amma bax fikir versiniz, Amerikada axırda nə hərfidir? Ameriki, Meksiki və Kitayi. Bunlardan niyə yedir? Çünki sözün belə özündə iminitini падеж adlı halda a hərfidir. Ona görə də burada y hərfidir. США dəyişmir, o ilə olanlar Kongo dəyişmir və s. Yəni bunları bilib çalışma eləyərək rus dilini öyrənirsiniz. Əgər siz daha əvvəl
belə rus dilini öyrənməyibsinizsə, o zaman rus dilini heç vaxt öyrənə bilmərsiniz. Doğru yolla, yəni doğru metodlarla rus dilini öyrənərək nə vaxtınızdan getməsinə icazə verməyin, nə də ki, əlbəttə əgər hazırlığa gedirsinizsə, o zaman əziyyətiniz də boşa getməsin. Və növbəti dəstədə hansı izahlarımı istəyirsinizsə, dərs izahlarını istəyirsinizsə, zəhmət olmasa rəylərə yazmağı unutmayın. Vəziyyətimizin qarşılığı olaraq xahiş eləyirəm kanala abunə olub, like atıb, rəy də yazmağı unutmayın. Do svidaniya.